Qoyun və tənbəl adam mümkündürmü? Axı necə? Çox sadə. Tövlə, qoyun, bir də sistem. Bəs qazanc? Yonca, arpa, saman. Buğda isə gizli silahımdır. Harda, nə zaman, nə qədər videoda. Salam dostlar. Çobanlıq daha bitti. Son. Məncə də bitsin. Dünya yeni sistemə keçir. Biz nəyə keçməyək ki? Elə hər zaman qoçaq adamlar qazanmayacaq ki, biraz da biz tənbəllər qazanaq da. Videolarımı izləyənlər bilir, yeni abunə olub qoşulanlara da deyim ki, 11 ay əvvəl məndə başlayanda fikrim yeni qapalı sistem idi. Lakin birdən-birə edə bilmirdim büdcə baxımından. İmkanı olan birbaşa sistemi qurub başlaya bilər. Mən ancaq gücüm ayda bir şeylər edə çatır. Demişdim ki, havalar isinəndə başlayacağım tövləni qapalı sistem üçün hazırlamağa. Artıq başlamışam. Nələr olacaq? Danışacağım. Tam hazır olduqda yenə göstərəcəm. Mən keçən il 5-6 qoyun alıb başlayanda bu böyük tövlə bərbad vəziyyətdə idi. 2 inək də vardı deyə tez tələsik bu gördüyünüz yeri qoyun üçün hazırladım. Sonra hər ay qoyun artdıqca buranı biraz da genişləndirdim. Lakin qış gələndə bura gördük ki, həm yer sıxlıq oldu, həm də üstü dəmir, ətrafı salafan olduğundan içəri nəm verməyə başladı. Həmən inəkləri də satıb bu köynə damı qış üçün düzəldib köçürdük bura. O vaxtı da bir videoda demişdim, buranı tam dəyişikliklər edib qapalı sistemə hazır edəcəm. Ancaq içəridə yemləmə və sulama olmayacaq. İçəri ancaq gecə və yağışlı hava üçün yatmaq yeri olacaq. O zaman da bu tel setka ilə çəkib bağçanı 3 hissəyə böldüm. Quzu üçün, qoyun üçün, aşağıda boş qalan yerdə isə digər heyvan, toyuq, cücə, itlər üçün filan. Bir izləyici də yaxşı sual vermişdi. Bəs harda yemləyəcəksən? İndi o suala da burada izah gətirəcəm. Necə olacaq? Nə ilə bəsləyəcəm, necə baxacam, onu da izah edəcəm. Sona qədər izləyin. Deməli bu tövlə 11 metranın 11 metrəyə tikilib, amma o zaman plansız olub. Sadəcə 2 otaq, eyvanı böyük olub. Bu da o zamana görə bir moda tipi idi. Navesli falan idi. Mən bu ara divarı sökəcəm. Bu qapını da burada hörüb bağlayacağım. O biri tərəfdə bu boydadır. Keçib o tərəfi də göstərəcəm. Eyvana baxan ara divarı da 2 yerdə 3 metrə enində sökəcəm. Bura tam 11 metrənin 11 metrəyə gembol bir yer olacaq. Bu hissəni quzular üçün kəsəcəm. Onu gördüyünüz dəmiri söküb buraya ev hissəni bağlayacağım. Qapısı da buradan olacaq. Quzuların həyətə çıxışı da ayrı olacaq. İçəridə heç bir yem qabı, su qabı olmayacaq. Keçim o biri tərəfə. Görürsünüz burada eyni o biri boydadır. Bu arada bu qoyun dünən doğub deyə bura ayrı salmışıq. Körpə quzuya görə çöl hələ soyuqdur. Bu yem qabı da çıxacaq buradan. Yem qabı, ot qabı yetərincə var məndə. Keçən il çox yer dəyişmə oldu deyə elə hər yerdə birini düzəltdik, hamısı çıxacaq. Bu bağçaya baxan hissəni bu qayda ilə yarı kərpic örüb, üzərindən sadəcə tel setka, hava yaxşı işləsin deyə qışda da bağlamayacağım. Onsuz buranın ön hissəsindən naves artıracağım, 6 metrə qabağa çıxacaq. Bütün yem, su qabları da orada yerləşəcək. Beləcə lap qarlı qış olsun belə gündə 2 ya 3 kərə yem, ot qabları dolacaq, qoyunlar buraxılacaq. Yedikdən sonra içəri tövləyə. Yaxşı havalarda isə həyətdə gəzişəcək. Gəzməsi üçün də yetərincə ərazi var. Belə də ki, həftədə 2-3 dəfə çıxardıb 1 saat yaxınlıqdakı irəmiyə gəzdirib qaytarmaq olar. İndi bu keçən il başlamaq üçün düzəltdiyim yerdə mənim üçün göydən düşmə oldu. Buranı da çevirəcəm ot, yonca yığmaq yerinə qışlıq tədarük. Axşamüstü yoncanı bistirdik. Qurusun bağladıb gətirəcəyik. Sahədən görüntülər. Bax, bura bizim yonca sahəmiz biçilib. Görürsən? Bax. Bax, biçilibdir, lay. Bax, buradan da belə bizim arpalığımızdır.
Dostlar, məncə arpa yaxşı tutmayıb. İçində çox otlu və ləmirlidir. İstəyirəm buranı da bişirim, ot kimi bağlatdırım. Siz nə məsləhət görərdiniz? Bu barədə bir fikri olan varsa desin. Çox gec olmadan istəyirəm bişirim, yonca ilə bərabər bağladam. Onsuz da elə çox da deyil. Hektar yarım idi ki, onun da yarısını keçən ay otardıq. Gec olmasaydı biçirəcəkdim, amma gördüyünüz kimi yonca biçiləndə artıq hava qaralmışdır. Hamı biçirir deyə tıxac yaranıb traktorlarda. 5 gün hava yaxşı olacaq deyə hamı biçirib götürmək istəyir. Məlum məsələdir, yağışlar bu il imkan verilir. Hələ bura birinci üzü yığmayacağım. İkinci, üçüncü üzü bura yığacağım. Qışa saxlanılasını. Keçən il çox tədariksiz olduq deyə o yüzden bütün qışı da otardıq. İndi 3 hektar yarım yoncam var. Azı 3 dəfə biçsəm yetəcək. 200-300 də saman birisi alacağım. Bəs edəcək. Arpa buğdanı da alıb inşallah bu il hamısını sezonunda almalıyam. Sonra gələk bu qapalıda nə yedizdirəcəm ki, xərcim çox olmasın. Birinci, bu ilki qoyun sayıma görə biçəcəyim yonca belə yetər. Amma qapalıda qoyun hərəkət az etdiyindən saman şərtdir. Həzm prosesinə görə. Ot üyüdənim var, almışam. Yonca ilə samanı qatıb üyüdüb bütün günü qarotları dolu tutacağım. Hələ ki yay uzunu arpa verməyəcəm. Arpa sadəcə doğumlarına az qalan qoyuna, bir də doğumdan sonra 20 gün sadə arpa. 20 günlük keçdikdən sonra arpa ilə buğdanı qatıb 15 gün flushing edirəm. Yenidən qoça gəlir. Sonra yenə dayandırıram. Bu flushingi bu qış etdim. Demək olar ki, bütün qoyunlarım yenidən qoçlandı. Qışda doğanlar bu ay sonundan yenə başlayacaq. İyun ayları doğacaq hamısı yenə. İndi bir ildə qapalıda bunu yoxlayacağım. Görüm ildə 2 bala ala biləcəmmi? Şərait tam hazır olduqdan sonra analiz edib deyəcəm nə qazandıracaq. Mənim məqsədim ən birinci işçiliyi minimum səviyyəyə endirməkdir ki, başqa işlər görməyə də zamanı qalsın. O zaman qazancı da düzgün hesablamaq lazımdır. Misal, biri otarır, gündə 15 saatını qoyuna sərf edir. Deyir misal olaraq 100 manat qazanıram bir qoyundan. Biri də qapalıda sadəcə bir günlük bir saatını sərf edir qoyuna, deyir 50 manat qazanıram. Əslində bu 50 manat qazanan o biri 100 manatdan qazanandan çox qazanır. Əgər yerdə qalan zamanını yatmayıb başqa işlərlə məşğul olursa. Olmasa da, tənbəl biridirsə də yenə də bu qapalı sistem onun işinə gəlir. Davam edib qazanar. Tənbəl 2 gün otaran kimi yorulub satar. Amma qapalıda baxıb qazanar. Hansı tərəfdən baxsan qapalı sistem məqsəd yönlüdür. Sağ olun, hələlik bu qədər yetər.